Deməli uşaqlar 15-ci sualda deyir ki, hansı isimlərin kökü feil olsa da feildən düzəlməyib. Bu nə deməkdir? Ən son leksik şəkilçi hansı nitq hissəsinin üzərinə artırılıbsa, o söz həmin nitq hissəsindən düzəlmiş sayılır. Məsələn, sözün kökü nədir? Demək. Deməkdən deyinmək, deyinməkdən deyingən, deyingənlik. Ən son leksik şəkilçi nədir? Lıq. Bu hansı sözün üzərinə artırıldı? Deyingən. Deməli bu söz sifətdən düzəlib. Sözün kökü nədir? Demək feili. Amma söz hansı nitq hissəsindən düzəlib? Sifətdən. Şərtimizi ödədim. Biri götürdüm. Görünüş, görmək, görünmək, görünüş. Ən son leksik şəkilçi görünmək feilinin üzərinə artırıldı. Eləmi? Kökü də feildir, yarandığı nitq hissəsi də feildir. Bu getdi. Döyüşçü sözün kökü. Döyməkdir, döyüş, döyüşçü. Ən son leksik şəkilçi ç, döyüş isminin üzərinə artırıldığı üçün bu söz kökü döymək feilidir. Yarandığı nitq hissəsi isimdir. Ona görə şərtimizi ödədim. Sürücülük. Sürmək sözün kökü. Sürücü, sürücülük. Ən son lıq şəkilçisi sürücü isminin üzərinə artırıldı. Kök feildir. Yarandığı nitq hissəsi isim. Bu da şərtimizi ödədi. Düzmək sözün kökü. Düzülmək, düzülüş. Demək, ən son şəkilçisi, ış şəkilçisi də düzülmək feilinin üzərinə artırıldı. Bu da şərti ödəmədi. Yarandığı nitq hissəsi də kökü də feildir. Soyuducu. Soymaq, soyutmaq, soyuducu. Ən son şəkilçi, ıcı şəkilçi soyutmaq feilinin üzərinə artırıldığı üçün, burada da kökü də yarandığı nitq hissəsi də feil olduğu üçün, bu da şərtimizi ödəmədi. Demək, burada cavabımız da oldu 1, 3, 4.